Bizdə ən böyük dərd bilsən nədir? İki eşeğin arpasını bölə bilmir. Armatadan elə danışır ki, deyirsən Allah fisoda, qaqaş armatanı daha hər şeyin özün yığıb ha. Ha, nə bilsin ki, tank deyir. Neyse, neçə o. Azərbaycan şəxsiyyətinə salam, hər vaxtınız xeyirli olsun. Yenə də həmişə olduğu kimi həftədə bir dəfə bir video artıq bizim yavaş-yavaş keçib rejimimizə. Amma yenə də hər şeydən əvvəl həmişə Jarvis Talehin dediyi kimi sizdən xahiş edirik ki, məhz bu səhifəyə abunə olun və hər dəfə bizim səhifədə nəsə bir maraqlı süjet olacaq. Bu dəfə də yazıları oxuyanda gördük ki, T-14 Armata tankı ilə bağlı maraqlananlar var. Okey. Qoyaraq bu dəqiqəmin tankın içinə. Niyə? Birazdan onun səbəblərini mən sizə deyəcəm. Başlamamışdan əvvəl onu deyim ki, verdiyim həmin o sual ki var idi, PK ilə bağlı idi, PK pulemyotu ilə bağlı və PK pulemyotunun qazotvodная trubka dediydi. Azərbaycanca telefon adı nədir? Qazotvodная trubka. Nə bilim. Yadımda deyil. Nəysə, bildiniz də söhbət haradan gedir də. Altında, lülənin altında çox boru yoxdur. Həmin o borunun üstündə 2 dənə belə çıxıntı var idi. Sual vermiş kimi həmin o çıxıntılar nəyə lazımdır? Suala cavab verənlər oldu. Əla, əhsən, PK pulemyotunun dəzgahın üstündə oturmaq üçün həmin o çıxıntılar lazımdır ki, vəssalam, başlayırsan rahat, asan atəş açmağa. Hələlik isə başlayırıq. T-14 Armata. Sovet heç Rusiya istehsalı olan bu tank əslində qalsa hamının gözü qabağında fantastik, super bir silah kimi qəbul olunub. Hətta o qədər o silahı belə Rusiya özü, Rusiya təbliğat maşını o qədər reklam edib ki, artıq ona bir Star Wars var idi, kino yadınızdadır. Star Wars'da Zvezda Smerti, ölüm ulduzu deyilən bir kosmik gəmi var idi. Hətta o həddə çatdırmağa başlayıblar. Elədirmi? Elə deyil. Səbəblər var. Bir məqamı yadınıza salın. İş orasındadır ki, Sovet dövründə T-72, T-80 tankları çıxdı və həmin o tanklar çıxandan sonra Sovet vaqı belə qərara gəldi ki, konkret olaraq həmin o tanklar artıq yavaş-yavaş qocalır və o tanklar qocaldığına görə yeni tanklar lazımdır. Və bu tankların istiqamətində də iş getməyə başladı. Onlardan düz adlarını deyib tam dəqiqliyi ilə, adları yox idi əslində qalsa o tankların. Biri obyekt 195 kimi tanınırdı, biri obyekt 640 kimi tanınırdı. Biri Nijni Tagil şəhərinin tank zavodunda istehsal yox, hazırlanırdı. O birisi Omsk Transmaşda istehsal olunmalıydı. Və bu tankların hər biri öz dövrü üçün çox maraqlıydı. Bu Çorna Aryolda Qara Qartal kimi qəbul olunmuşdu. Bu obyekt 195. Və düzdür, bu tankların çox o dövr üçün çox böyük bir irəliləyişi var idi. Bu tankda ekipaj tankın içində yerləşirdi, gülləsində yox və lafet sistemi idi. Burada ümumiyyətlə heç kim oturmurdu. Sovet tanklarında bir qədər olaraq 1, 2, 3, 4, 5, 6, 7. Sovet tanklarında 6 dayaq təkəri idi, burada 7 idi. Zireh çox qalın idi, müəyyən texnoloji yeniliklər var idi. Yəni o dövrdə bu tankların hər ikisinin üzərində çox ciddi iş gedirdi. Qara Qartal Çorna Aryolda isə ümumiyyətlə çox başqa bir know-howlar var idi ki, onlardan istifadə etmək nəzərdə tutulurdu. Amma nə baş verdi? Heç nə baş vermədi. Səslər dağıldı. Və səslər dağıldığına görə bu iki tankın hər ikisi getdi Rus gəmisinin dalınca. Aydın məsələdir hala. Ruslar onu çox yaxşı bilir. Və belə olan halda uzun müddət idi ki, səsləri dağıldığına görə Rusiya heç bir tankı istehsal edə bilməzdi. Səbəb çox sadə idi. Zavodlar ən əsası pul yoxdur, mühəndislər Allah bilir nə işlə məşğuldur. Və ona görə də T-72-in bazasında əvvəlcə T-90-ı düzəltdilər. Bu hesab elə gələn ki, qaz 24-ü götürürsən, onun üstə bəzi şeylər əlavə edirsən ki, bu Çaykan. Belə bir şey düzəltmişdilər. T-72 ilə T-90 arasındakı ümumi fərqi demək göstərmək üçün mən deyirəm bunu. Və aydın məsələdir ki, sonradan T-72B2, T-72B3, T-90, T-90S, T-90M, Prorıv. Bütün bunların hamısını düzəldi gedirdilər. Amma hər bir halda yeni, konkret olaraq sıfırdan yeni bir tank yox idi. Neyə? Armatanı düzəltmək lazımdır. Və armatanın düzəldilməsi niyə görə çox maraqlıdır? Aydın məsələ ki, tank üçün çox vacib olan iki məqam var. Bunlardan biri mühərrikdir, biri onun topudur. Zirehi hələ ki saymıram. İkinci Dünya müharibəsindən bu tərəfə QTD 1250-ni çıxmaq şərti ilə qaza turbin mühərriki də onu çıxıram. T-34-ün üzərinə İkinci Dünya müharibəsində B2 mühərriki var idi. Həmin o mühərriki modernizasiya eləyərək T-55, T-62, T-64, T-72, T-90-ın üzərinə
üzərinə qoymağa başladılar. Bu Sovet-Rus mühərrik istehsalının nə qədər geridə qalmasından xəbər verir ki, mən yeni tank mühərriki düzəldə bilmirəm. B2-ni modernizasiya edib gətirib çatdırıram B92-yə və bundan T-62, T-72, T-90. Və bu tankların üzərində məhz həmin o B92 mühərrikidir. T-64 Oppozitor deyə başqa mühərrikdir onda. Nəysə, bu mühərrik yox idi tank üçün. Və birdən yadlarına düşdü ki, aha, axı başqa bir mühərrik var və həmin o mühərrik tank üçün nəzərdə tutulmasa da var axı bu mühərrik. Söhbət dizel olan A85 A3 mühərrikindən gedir. Bax, belə bir mühərrik idi. V formalı bir mühərrik idi. Əvvəlki mühərriklər, bu isə X formasında olan bir mühərrikdir. Belə planlaşdırdılar ki, bu mühərrik əvvəlcə uzaq şərqdə qaz və neft istehsalçıları üçün qazın və neftin nəql olunmasında istifadə olunacaq bu mühərriklər, amma sonradan heç kimə lazım olmadı və mühərrik elə-belə də avara qalmışdı. Və bir dənə də maraqlı məqam. Bu mühərrikin özünü də Sovet-Rus mühəndisləri düzəltməyib. Bu mühərrikin ilkin sxemləri originalı faşist Almaniyasından götürülür. Bu mühərrik vaxtı ikən faşist Almaniyasının özündə o dövrdə bir sıra tanklar üçün, perspektiv tanklar üçün və təbii ki, sualtı qayıqlar üçün istifadə olunurdu. Almanlardan götürüblər, gətiriblər bizim dövrümüzə qədər çatdırıblar və armatanın üstünə qoymaq istəyiblər. Okey, problem yoxdur. Qoymaq istəyirsiniz, qoyun. Heç kim eşən demir. Amma qoymanı qoydularmı? Bəli, qoydular. Və başladılar faktiki olaraq tankı həmin o mühərrikin üzərində yığmağa ki, mütləq bizə yeni bir tank lazımdır. Yeni tank lazımdırsa ona yeni texnologiyalar lazımdır. Yeni texnologiyalar varmı? Yoxdur. Rusiya hara, yeni texnologiya hara. Mühərrik aydın məsələdir. Lülə 125 mm-lik 64-də, 72-də, 80-də, 90-da istifadə olunan həmin o lülə, həmin o top. Yaxşı, bu yeni tankdırsa və bunun topu niyə görə o dövrdən qalıb axı? Yeni top düzəldə bilmirsiniz. Perspektivdə 152 mm-lik topu olunca perspektivdə ölmə eşşəyim yaz gələr, yonca bitər, onda yeyərsən məsələsidir. Perspektivdə və bunu düzəldənsə indidən qoy da. Ki, deyək ki, bəli, nəsə bir yeni top düzəltmirsən, böyük bir kalibri var, qabağına hansı hədəf çıxdı, onu darmadağın eləyə bilər. Bu da belə. Sonra, başqa bir yenilik. Bütün şəxsi heyət, 3 nəfərdən ibarət şəxsi heyət, tankın gülləsində yox, içindədir. Həmin o ideya obyekt 195 və obyekt 640-da nəzərdən keçirilirdi. Düzdür, o tanklar istehsal olunmadı. Armatada bunu qərara gəldilər ki, eləsinlər. Belə burada da göründüyü kimi zirehli kapsuladır və bu zirehli kapsulanın içində həmin o 3 nəfər ekipaj yanakı oturmalıdırlar. Üçü də yanakı oturmalıdır. Amma problem burada nədədir? İş orasındadır ki, tankın özündə olanda, misal üçün, Talih Carbisi tankı bizə versin. Bu tankdır. Tankın içində bir qayda olaraq ekipaj 2 nəfərdən söhbət gedir. Komandir və tuşlayıcı bir qismi tankın gülləsindədir. Bu güllənin içində otururlar, bir balaca aşağı düşürlər, azacıq. Okey, o heç sayılmır. Və onlar tankın gülləsində oturaraq, tankın gülləsinin fırlanması, müəyyən qurğuların, müəyyən o optik nişangahların hesabına ətrafa baxa bilirlər. Tankın gülləsi belə fırlanandır, görürlər. Komandirin özünün də fırlanan təpəkası var, onu ilə də ətrafa baxa bilir, problem yoxdur. Və məhz belə olan halda azdan çoxdan tank haranısa, nəyisə, kimisə, hədəfi və s. və axı görə bilir. Bir sıra tanklarda artıq panoramla pritsel deyirlər ona. Panoramla pritsel komandirdə olur. Panoramalı nişangah. O, həmin o panoramalı nişangahı fırlatmaqla belə görə bilir ətrafı. Amma tam ətrafı görməkdə yenə də çətinlik çəkirlər. Tank belə. Burada isə ümumiyyətlə haranı görürlər? Heç yeri, çünki hər tərəf bağlıdır. Deməli, tankın gülləsində hər bir yerində datçiklər, kameralar, infraqırmızı sistemlər, teplovizorlar, optik nişangahlar, nələr, minlərdən deməzdim, amma onlarla sistemlər olmalıdır ki, sən tankın gülləsində yox, içəridə otura-otura tankın ətrafında nəyin baş verdiyini görə biləsən. Bax, burada olduğu kimi. Burada indi kompüter qrafikası da super, hər şey görsənir. Güya, dırnaq arasında. Amma yaddan çıxarmayaq, tankın gülləsinə sən nə qədər çox datçik, kamera, nişangah və s. və ilaxır, bütün bunların hamısını qoyursansa, bir o qədər tankın problemləri artır. Bilirsiniz nə də artır? Bu dəqiqə mən sizə deyim. Buradan əslə qalsın üstündə belə heç nə görsənmirdi, amma küllü miqdarda detallar var burada. Şəkillərdə görəcəksiniz sonra. Və həmin o detalların hər biri zirehlə müdafiə oluna bilməz. Çünki o özü görməlidir, onun qabağını zireh örtməməlidir. Və onu 30 mm-lik top, 23 mm-lik top, 120 mm-lik mina
atan 122-152 millimetrlik mərmilərin qəlpələri belə yanında partlayanda tamamilə darmadağın eləyə bilər. Bunların hamısını nəzərə almaq lazımdır. Bu baş verirsə vəssalam, onda ciddi problemlər tankın ətrafında artıq yaranır. 1. Tank olur kör. 2. Tankı vurmaq 2 vur 2-yə bərabərdir. Bu tərəfi də var bunun. Bunu da yaddan çıxarmaq olmaz. O datçiklərin çox olması tanka üstünlük vermir. Tankın üstünlüyünü əlindən alır. Ona görədir ki, Abramsda, Leopardda, Merkavada, Leclerc'də, digər qalan bütün tankların hamısında o müasir saya biləcəyimiz. Leopard 2A8-i götürək, Merkava MK4-ü götürək. Orada hər yerdə ekipaj tankın gülləsində oturur və buradan baxır hər yerə. Bu tankı gülləsini fırlatmaqla ətrafa baxa bilirlər. Və panorama nişangahı da var. Onu da nəzərdən çıxarmayaq. Onun hesabını görmək mümkündür. Bəli, Yaponiyanın tip 10 tankı var. Yaponiya tip 10 tankında artıq həmin texnologiyalar var. Ekipaj tankın içində oturaraq buna baxmadan ətrafa monitor kimi bir eynəyi var belə və ətrafa belə baxmaqla hər tərəfi proyeksiyadır da. Proyeksiya olduğundan hər tərəfi belə baxmaqla görə bilir. Mütləq deyil ki, bura baxsın. Bu həmin o tankın içində oturanlar bilirlər söhbət. Bu göstərəndə nəyə nəzərdə tutulur. Mütləq deyil ki, buna baxsın. Belə elə belə eynəyi var və ətrafa belə baxmaqla görür. Amma tip 10 tankını dünyada heç kim almır. Səbəb Google-da baxın görün tip 10 Yaponiya tankları neçədir? Od qiymətini. Od qiymətini hələ yumşaq dedim amma. Bu tərəfi də var. Şimdi başqa bir məqamı götürək. Zireh məsələsinə gələndə bəli tank zirehlidir, razıyam. Amma o dərəcədə zirehlidirmi? 55 ton çəkisi olan tank nə dərəcədə güclü zirehli ola bilər? Abramsın az qala çəkisi, az qala artıq çəkisi 70 tona yaxınlaşmaqdadır. Merkavanın çəkisi MK4-dən gedir. Artıq 65 tonu keçir. Təsəvvür edirsiniz nə qədər bunun üstündə zireh var. Hələ trofi sistemini mən saymıram. Trofi uzaqdan gələn raketləri, mərmiləri vurmaq üçün nəzərdə tutulan bir sistemdir ki, onu da İsraildən alıb Amerika öz Abramslarının üzərinə qurmaqla məşğuldur. Armatanın hər bir halda 55 tonluq zirehi tankı tam müdafiə etməyə imkan vermir. Plus tankın üstü. Nə edirsən elə burada zireh zəifdir. Nə edirsən elə ciddi zəiflik var burada. Onu yaddan çıxarmayaq. Başqa bir məqamı danışım sizə. Tankın üzərinə o qədər yeni texnoloji sistemlər qoyublar ki, tank artıq tanklıqdan çıxır və uçan boşqaba oxşayır. Bu eyni zamanda nəyə oxşadı? O dedik Qaz 24-dən Çayka düzəltmək məsələsi. O qədər texnologiya var ki, onun üstündə artıq tankist özü bilmir deyilməz. Onlardan birini deyim. Ruslar yenə də reklam edirlər ki, həmin tankın üstündə AFAR radarı var. AESA-dır ya ASAYA-dır o NATO dilində, o ingilis dilində dəqiq də bilmirəm. Və həmin radar var. Nə lazımdır o radar? Kimə lazımdır o radar? O radarla sən hədəfləri okey gördün, amma o radarın üstünlüyü, o hədəfləri görmək bir, yaxşı başa düşdüm. Radarın sənə verdiyi informasiyanı kim müəyyənləşdirəcək və kim dəqiqləşdirəcək, nə baş verir, harda baş verir, niyə baş verir, komandirin özü birbaşa tankla bağlı başı doludur bu dəqiqə və döyüşü idarə edir. Tuşlayıcı operator orada hədəfləri axtarır, vurur. Mexanik sürücü tankı sürməlidir ki, minaya düşməsin, komandirin verdiyi əmrləri yerinə yetirsin, irəli gərək, sağa, sola manevr və AFAR-ın sənə verdiyi informasiya üzərində kim işləyib onu, rus dilində abrabovka deyirlər də, onu kim eləyəcək? Komandir çatdıra bilməz. Və AFAR-ın tankın üstündə olması həm də ona görədir ki, statosentrik müharibə konsepsiyası var da ki, həmin o AFAR-ı olan tank məlumatı onlayn olaraq bütün digər tanklara ötürməlidir. Bu tank hədəfi görürsə, məsələn, səni görürsə, dərhal sənin barəsində məlumatı yanında olan tanklara ötürməlidir onlayn. Da komandir o monitora baxıb, əlində rasiya, nə bilim, Qaşqaldaq mən Papuqaya 6 kilometrdə hədəf var deməklə, bu statosentrik müharibə deyil. Bu Allah bilir nədir. Ona görə də həmin o AFAR-ın tankın üzərində olması nə effekt olacaq? Əgər sən digər tanklara informasiya ötürə bilmirsənsə, T-90-a ötürə bilmirsən, T-80-a ötürə bilmirsən, T-90-a, T-80-ə həmin o informasiyanı ötürmək üçün həmin o AFAR sisteminin texnologiyasını o tanklara köçürməlisən, onda tankın qiyməti qalxdı Eyfel qülləsinə qədər. O da var. Və ikinci bir tərəfdən yenə də həmin o qəlpə AFAR-a dəyilsə vəssalam. Güllə dəyilsə vəssalam. 30 mm-lik mərmi dəyilsə vəssalam. Səbəb o zirehlə örtülmür. Bu da var. Datçiklər getdi, şimdi alacaq. Getdi, vəssalam. Sonra ruslar deyirlər ki, həmin o armatanın üzərində özünün dronu var. Və drona da bilirsiniz nə ad vermişdilər? Pterodaktil. Yox bir qaşqalda! Və güya həmin o dron tankdan 100-150 metrə hündürlüyə qalxır, əraziyə baxır, informasiyanı tanka ötürür. Okey, problem deyil. AFAR-ı var, həmin o pterodaktil tirək qaşqaldağı var ki, dron olaraq hər yeri gördü, informasiyanı ötürdü. Yaddan çıxarmayaq, tank döyüşə girəndə ona qarşı nə döyüşürsə, hamı o tanka ateş açır. Və həmin o naqili kəssə, naqillə qalxır, yeri gəlmişdir, özü yox. Naqillə qalxır, baxır və təzədən tankın içinə oturur. Vəssalam.
Həmin o pterodaktil olduq sözün əsl mənasında qaşqallar. Bax, bu tərəfi də var. Və ən maraqlısı da nədir? Rusiya əvvəlcə bu tankı danışdığım qədər hər şeylə yükləmişdi, hər şeylə yüklədi və sonra yavaş-yavaş başladılar bir tankın üstündən götürməyə. Əvvəlcə dronu götürdü. Sonra fikirləşdi ki, yox, deyəsən burada 5-6 dənə datçiklər var ki, onları götürməyə lazımdır. Onları götürdü. Afqanit sistemi var idi ki, həmin o Afqanit sistemi tankı hər tərəfdən qorumalı idi güya. Bax belə. Hətta yuxarı sferadan da qorumalı idi ki, dronlar, javelinlər və digər başqa tanka yuxarıdan hücum edən mərmi və dronları vurmaq imkanı olsun. Bəlli oldu ki, Afqanit tankı yuxarıdan müdafiə eləyə bilmir. Ta onu eləyə bilmirsə, nə var onu gətirib qoymuş onun üstünə. Budur yenilik. Həmin o sistem trofi, yaddan çıxarmayaq. İsrailin düzəldib Amerikanlara satdığı həmin o trofi. Rusların özünün arena kazı var idi. Var daha doğrusu. O, yaddan çıxarmayaq. Arenada eyni sistemlə işləyirdi. Nəyə lazım idi həmin o Afqanit? Hətta Malakit kompleksi fikirləşmişdilər. Amma gördülər, yox, əslində qalsa bunlar yoxdur. Amma ikinci tərəfdən tankı reklam eləyiblər axı. Və ona görə də bu reklamın müqabilində tankı nə görsə üzə çıxartmaq lazımdır. İnformasiya verirlər ki, tank Suriyada döyüşlərdə iştirak edib. Mən onların bir kadrını da görməmişim. Görməmişim. Axtarmışam, görməmişəm. Sağa sola gedir, gəlir, amma döyüşə girməyə yox. İkinci bir tərəfdən Suriyada Allahu Akbar. Onlara qarşı tankla döyüşməyə nə var ki? Həlaqsızda yaxşı lap armatada olsun. Fərqi nədir döyüşməyə nə var ki? Döyüş də. Bacarırsa sən tank əleyhinə kompleksləri bol olan bir qüvvəyə qarşı döyüş. Ona görə Ukraynada o tankları görmək mümkün deyil. Son olaraq həmin o armata tankı yeri gəlmişə Ukraynada döyüşmədi. Bir, ikinci tərəfdən Rusiya özü artıq belə də yalandan bir belə qorxa-qorxa deyir ki, biz o tankları almayacağıq. Həmin səslə ki, biz o tankları almayacağıq. Çox bahadır. Bəli, bahadır. Bəli, sənin olmayan texnologiyalarla o tankı doldurmağın heç bir adı yox idi. Dədə-baba tankları düzəldirdin də 70-lər, 80-lər, 90-lar. Sadə, etibarlı. Düzdür, yanırdı. İstənilən tank yanır, o da yanırdı, aydın. Amma sadə və etibarlı idi da. Əlində bir dənə 32-nin 34-ə açarı, bir dənə link, bir dənə də çəkiş. Bir şey olan kimi açırdın, şak, söyə düzəldirdin. Xoddandı, xoddandı. Hop, sürdün, çıxdın, getdin. Amma armatada bu mümkün deyil. Texnologiya güya müasirdir, amma yoxdur. Bax, elə şeylər həmin o armatanın özündə var. Bu səbəbdən armata tankının super, mega tank olduğunu qəbul eləmək Rus təbliğat maşınının boş-boş feyklərinə inanmaqdan başqa bir şey deyil. Ona görə də həmişə dediyim kimi oxumaq lazımdır ki, biləsi ki, reallıqda vəziyyət nə yerdədir. Və çox gülməli bir məqam da var idi armatada. Onu mən görəndə necə ləzzətlədi. Ruslar özləri başladılar armatanı belə ləzzətlə təqdim eləməyə ki, ilk dəfədir ki, tank öz yerində fırlananda onun bir zəncir sep deyilir də, bir tərəfi sağa, bir tərəfi sola fırlanır, ona görə tank öz yerində fırlana bilir. Ay, sənin başıva sözün əsl mənasına armata boyda daş düşsün. İkinci Dünya müharibəsində Almanların Tiger tankı elə dönürdü də. Bu nə yenilikdir? Lazım deyil də bu qədər yalanı, bu qədər boş-boşuna, yersiz təbliğatı beynə yükləmək lazım deyil. O səbəbdən armatanı bir tank kimi gözləməyin. Armata xəstə doğulmuş körpə qədərdir. Başqa heç nə deyil. T-14 armataya bir dənə belə eləyin, hamınız. Və bir sual tanklarla bağlı. T-72 və T-80-i götürürəm. Hər ikisində bəlli məsələdir ki, mərmi özü dolur topa. Bilirsiniz də, orada topa güllə qoyan yoxdur. Amma T-72-də onun adı avtomat zaryajanyadır, avtomatik doldurma. T-80-də onun adı mexanizm zaryajanyadır, doldurma mexanizmi. Bunların fərqi nədir? Tapa bilərsiniz, gözləyirəm. Hələlik isə salamat qalın, əsas orada.